təyyarənin son partına gəlmişik artıq və gördüyünüz kimi təyyarə artıq tam hazırdır. Sadəcə pultun bağlanmağı qalıb, oradakı birazdan bağlayıb uçuş testi edəcəyik, uçuş testi videosunu da atarım. İlk öncə 3D Chopstic'dan danışmaq istəyirəm. Bu təyyarə layihəsini onların sayəsində etmişik. Onların bizə verdiyi dəstək və materialları ilə artıq biz bu təyyarəni reallaşdıra bilmişik. Model çoxdan da əlimizdə olan bir modelidir. Çıxarmaq üçün yaxşı bir əməkdaş axtarırdıq və bu əməkdaşı biz 3D Chopstic'ın ailəsi olaraq seçdik. Çünki onlar həqiqətən qiymət və material baxımından keyfiyyət və səfərliliyi bir yerdə birləşdirən bir firmadılar. Siz də öz materiallarınızı çıxarmaq istəyirsinizsə, OAH 10 kodu ilə 15% ilk 15 nəfərə endirim olunacaqdır. Gəlin indi yaxın fonda təyyarə haqqında danışaq. İlk öncə motor və pərvanədən danışaq. Üzərində XA2217 1400 kW-lıq bir E-Max mühərrik var, fırçası motor və onun da üzərində 9X6 bir pərvanəmiz var. FPV sistemi olmamalıydı, amma kepin üzərində yer olduğuna görə FPV sistem yığmışam üzərinə. Üzərində 5.8 Hz-lik bir antena və FPV kamera var və Trump markalı bir VTX modulu var üzərində. Klasik XT60 konnektorlardan istifadə etmişik. Alıcıya fikir verməyin, alıcı dəyişiləcək. Çox bölmə FlySky işləyəcək, i6 marka. Və üzərində 2S-lik bir batarya var, 2S 1300 mAh-lik və 40 amperlik bir ESC var. 40 amperlik ESC-nin 5 volt qaynağı lazımı qədər güc vermədindən və sonra da isə yandığına görə 2S-lik bir ESC-dən istifadə edərək buna 12 volt arasında bir 7.4 volt arasında bir voltaj verib buradan 5 volt çıxış əldə edirik və hər ikisini paralel bağlayıb kamera modullarını və servoları burada idarə edə bilirik. Yəni qısa olaraq belədir. Servolarda artıq görürsünüz. Servo milləri içəri çıxsın deyə kəsib kiçiltmişik. Alt hissəsi isə gövdənin sadə bir dizayndır. Təkər olmadığına görə M və xizəkləri var. Belə uçuş videosu gələcəkdir. Hələ ki bu.